Sizə ölkəyə gəlib getmə zamanı etdiyiniz ən böyük səhvi danışanım. Bəzən hava limanında sizə yaxınlaşıb deyirlər, bunu da özünlə apararsan, içində sadə şeylər var. Siz isə yaxşılıq etməyi düşünürsünüz və bağlamanı götürürsünüz. Amma bilmirsiniz ki, o balaca bağlama həyatınızın ən böyük probleminə çevrilə bilər. Çünki sərhəddi keçən hər əşyanın hüquqi məsuliyyəti onu daşıyan şəxsin üzərindədir. Bağlamanın sahibi yox, məhz sizin. İçində nə olduğunu bilməmək sizi məsuliyyətdən azad etmir. Əgər qadağan olunmuş əşya, narkotik vasitə, gömrükdə bəyan edilməli mal və ya cinayət predmeti aşkarlanarsa, bu artıq cinayət işidir. Bir anlıq yaxşılıq illərlə davam edən hüquqi problemə çevrilə bilər. İstintaq, məhkəmə, həbs qəti imkan tədbiri və ləkələnmiş gələcək. Unutmayın, hər bağlama içində nə olmasından asılı olmayaraq sizin üçün təhlükəli ola bilər. Risk etməyin, özünüzü qoruyun.